Hər vaxtınız xeyirli olsun. Bəli, təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşı, o cümlədən Arayi Kartunyan, Bakı Sakyan, Arkadiy Qukasyan, David Babayan, David İşxanya və digərlərinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi bugün də davam edir. Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə keçirilən açıq məhkəmə iclasında Azərbaycanın mülki şəxslərinə qarşı terror aktlarının törədilməsi fəsli üzrə araşdırmalar aparılır. Açıq keçən məhkəmə iclasında subutlar, faktlar təqdim olunur, zərər çəkənlər ifadə verirlər. 2016-cı ildə aprel döyüşləri zamanı, 2020-ci ilin iyulunda Tovuz döyüşləri, ondan sonraki 44 günlük Vətən müharibəsi dövründə Gəncənin, Tərtərin, Bərdənin raket zərbəsinə tutulması nəticəsində mülki şəxslərin, mülki obyektlərin qəsdən öldürülməsi, yaralanması, onların əmlaklarına külli miqdarda zərər vurulması faktları üzrə araşdırmalar aparılır. Və ifadələrdə də bir daha təsdiqini tapır ki, bütün bu cinayətlər Azərbaycan xalqına qarşı, Azərbaycana qarşı törədilmiş terror aktlarının arxasında dayanan bir məqam milli düşmənçilik zəminində bu hadisələrin törədilməsi olub. Zərər çəkənlər ifadələrində bildirirlər ki, həmin vaxtda Azərbaycanın mülki obyektləri qadağan olunmuş raket zərbələri ilə, silahlarla, qadağan olunmuş silahlarla hədəfə götürülüb. Və ifadələrdə bir daha qeyd olunur ki, həmin vaxtda Azərbaycanın hərbi məntəqələri, hərbi obyektləri ən yüksək nöqtələrdən görünsə belə düşmən hədəfi mülki obyektlərə tərəf yönəldi. Təkcə məsəl üçün 44 günlük Vətən müharibəsi dövründə Gəncə 5 dəfə raket zərbəsinə məruz qalıb. Nəticədə 26 günahsız insan qətlə yetirilib, 175 nəfər yaralanıb. Dövlət və şəxsi mülkiyyətdə olan əmlaklara çoxsaylı maddi ziyan vurulub. Həmçinin Tərtər həmin vaxtda çoxsaylı raket zərbələrinə məruz qalıb. Bərdə bir neçə dəfə erməni terrorunun törətdiyi bu raket zərbələri nəticəsində həm mülki vətəndaşlarımız qətlə yetirilib, yaralanıb, həm də əmlaklarına çoxlu zərər dəyib. Məhkəmə prosesində bütün bu faktlar bir-bir araşdırılır və subutlar, faktlar təsdiqini tapır. Proses açıq keçirilir, media nümayəndələri də iştirak edir və biz mütəmadi olaraq proseslə bağlı məlumatları çatdırırıq. Bugünkü xəbərlərdə də növbəti buraxılışlarda daha geniş reportajımız olacaq ki, onu da tamaşaçıların diqqətinə çatdıracaq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.